Gülə xanım, sözsüz ki, mən hesab edirəm ki, bu süni sürətdə hardasa düzəldilmiş bir oyundur, təxribatdır. Mən məhz elə sizin telefirlərdən dəfələrlə qeyd etmişdim ki, bəli, Suriyada Bəşər Əsəd hakimiyyəti devirlərindən sonra yeni gələn hakimiyyət bütöv bir Suriya nəsib olmaq istəyir, bütöv bir Suriya yaratmaq istəyir. Təbii ki, bunu Türkiyə dövlətinin birbaşa köməyi ilə, Türkiyə dövlətinin dəstəyi ilə heç kimə sir deyil ki, indiki hakimiyyətin, Bəşər Əsəd hakimiyyətin devrilməyində, hakimiyyətə gəlməyində Türkiyənin çox böyük rol olmuşdur və bu da nəinki Suriyada, ümumiyyətlə yaxın şərqdə Türkiyənin mövqeyinin möhkəmlənməsi üçün əhəmiyyətlidir. Amma onu da qeyd etmişdim ki, kimsə çox sadəlöv olar ki, gözləsin ki, yaxın müddətdə Suriyada bir sabitlik olacaq. Bəzən çox təəssüflər olsun ki, biz insanlar olaraq euforiya qapılırıq və hesab edirik ki, Bəşər Əsəd hakimiyyəti devrildi, problemlər bitdi və artıq Suriyada həyat öz axarına qayıdacaq. Amma mən qeyd etmişdim ki, bu çox çətin bir prosesdir. Bəlkə də 5 illərlə, 10 illərlə davam edən bir proses olacaq. Çünki Suriya ilə bir mövqedə yerləşirdi ki, Suriyaya nəzarət etmək, birbaşa yaxın şərqdəki bütün proseslərə, demək, problemlərin həllində birbaşa iştirakçı olmaq deməkdir, birbaşa yaxın şərqdə söz sahibi olmaq deməkdir. Və sözsüz ki, Türkiyə sevməyən qüvvələr ilk növbədə İsrail dövləti heç cürə bununla barışa bilmirdi və barışmaq istəmirdi. Hətta Bəşər Əsədin dövründə İsrail hökuməti Suriyaya o qədər hücumlar etmirdi ki, nəinki yeni hakimiyyətin dövründə hətta kiçik bir bəhanə tapıb demək olar ki, ay ərzində dəfələrlə Suriyanın demək, hərbi hava qüvvələri, təyyarələr vasitəsilə bombalayırlar. Sözsüz ki, bu da ondan irəli gəlir ki, İsrail yadınızdadırsa, Suriya hökuməti Türkiyə dövlətinin Suriyada demək, bir baza yaratmasına razılıq vermişdi və bunu Suriya üçün çox əhəmiyyətli hesab etmişdi və İsrail hökuməti o ancaca etirazını bildirmişdi. Biz heç vəslə imkan verə bilməyik ki, Türkiyənin Suriyada hərbi iştirakı təmin olunsun. Bir müddətdə bir Kürd qruplaşması ilə Suriyanın bir imzalama mərasimi olmuşdur ki, hardasa bunlar da yeni hökumətin əməkdaşlıq edirlər. Sonra bundan sonra bilirsiniz ki, heç üstündən bir neçə gün keçməmiş Duruzların da bir liderləri ilə yeni hökumət arasında bir razılaşma, imzalama mərasimi olmuşdur. Amma təbii ki, bunlar hamısı müəyyən vaxt tutmaq üçün idi. Baxmayaraq bu Duruzlarla bu müqavilə bağlanmışdı. Elə müqavilədən sonra da və bugünə qədər də İsrail hökuməti yenə də Duruzların müdafiəsi adı altında Suriyaya qarşı demək, qeyri-qanuni hücumlarını davam etdirəcəklər. Və belə bir anda sözsüz ki, İsrail Duruzlardan istifadə edərək, siz Suriyyətdə qeyd etdiniz, Suriyanın bugün yenidən hava hücumları vasitəsilə demək, bombalayıb, təyyarələr vasitəsilə və baxın, Zamir bunu öz könüllü xoşu ilə eləməyib. Rəsmi məlumat var ki, Netanyahu İsrailin müdafiə nazirinə tapşırıb Katsa və müdafiə naziri baş qərargah rəisi Zamirə tapşırıq verib və hətta qəti sürətlə deyirlər ki, biz hər dəqiqə ordunu hazır vəziyyətinə gətirmişik ki, Suriyadakı əgər Duruzlara qarşı bu demək toqquşma davam edərsə, İsrail ordusu işə qarışacaq.